Yeyib içən dostların sözləri bir-birinə xoş gəlməyib, aralarında ciddi fikir ayrılığı yaranıb və münaqişə baş verib. Qanlı olayın baş verdiyi məkan isə Ağdaş olub. Daha ətraflı əməkdaşımızın hadisə yerindən hazırladığı video materialda. Ağdaş rayonunda silahlı insident baş verib. Axşam saatlarında kafedə başlayan mübahisə zamanı 2 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax magistralının üzərində yerləşən Ləki kafesində baş verib. Kafedə yeyib içən Ağdaş rayonunun Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göysay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Ağdaş rayonunun Şəşili kəndində anadan olan Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş verib. Bu zaman Şöhrət Həsənov üzərində gəzdirdiyi pnevmatik tapanca ilə Etibar Qasımova 3 dəfə atəş açıb. 1969-cu il təvəllüdlü Etibar Qasımov isə bunun cavabında stolun üzərindəki şüşə butulqa ilə Şöhrət Həsənovun baş nahiyəsinə zərbə endirib. Nəticədə hər iki şəxs ciddi xəsarət alıb. Onlar ağır vəziyyətdə Ağdaş Mərkəzi rayon xəstəxanasına gətirilib. Xəstələrə müvafiq yardım göstərildi. Boyun nahiyəsində Etibarın boyun nahiyəsində olan güllə, rezin güllə, travmatik rezin güllə oradan bizim tərəfimizdən çıxarıldı. Yaralar təftiş olunub, xəstəxanaya yerləşdirildi. Hal-hazırda xəstənin vəziyyəti stabildir, həyat təhlükəsi yoxdur. Hər iki xəstə normal vəziyyətdə şöbədə saxlanılmışdır. Qeyd edək ki, sonradan Şöhrət Həsənov və Şakir Səmədov köməyə çağırdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus Herton markalı avtomaşınla hadisə yerini tərk ediblər. Lakin Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil Ləki qəsəbəsi ərazisində saxlanılıb və həmin şəxslər əməliyyat qrupu tərəfindən tutulublar. Hadisənin bütün iştirakçıları saxlanılıb. Hadisədə istifadə olunan travmatik tapanca maddi sübut kimi götürülərək işə əlavə edilmişdir. Faktla bağlı Ağdaş rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Samir Cəbiyev, Nicat Xudatov, LTV Ağdaş.